Yəni bədəninizin siqnallarına da sizə ötürülən siqnallara da fikir verin. Hələ siz də heç elə də tanımırsınız insanı, amma görürsüz daxili bir narahatçılıq var. O həqiqi mənada o artıq bizə təbiət tərəfindən verilmiş bir instinktdir. İnsan özünü qoruya bilsin təhlükədən. Bildinizmi necə? Buna fikir vermək olar ən birinci bədəndə baş verən proseslərə. Nəsə dəyişdimi daxilinizdə, sıxıldımı, ürək döyünməyə mi başladı, nə isə də bildiniz məni, bir gərginlik gəldimi sizə? Onunla narsist bir insan mütləq ki, özü haqqında çox danışacaq. Yəni sənin danışdığın, məsəl üçün, sən özünün haqqında nəsə danışırsan, ona çox o qədər də maraqlı olmayacaq. Maraqlı olsa da bir sənəcə ona görə səni dinləyəcək ki, sadəcə də biraz belə hörmət göstərsin deyə. Amma üz ifadəsindən görəcəksən ona maraqlı deyil. Hətta sənin öz uğrundan sən ona danışanda görəcəksən biraz o belə qıcıq